Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyinin təşəbbüsü və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Dəməşq şəhərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilib. Azərbaycanın Suriyadakı səfirliyindən Cross Mediaya verilən məlumata görə, xeyriyyə tədbiri çərçivəsində ümumilikdə 3000 kimsəsiz uşağa iftar verilməsi planlaşdırılır. Tədbir həmrəylik prinsiplərini əks etdirir və humanitar dəstəyin bir nümunəsi kimi qiymətləndirilir. İftarda Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Hüseynov da iştirak edib. Tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil olunub. Onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb. Azərbaycanın təşkil etdiyi xeyriyyə təşəbbüsü bir daha sübut edir ki, ölkəmiz humanitar dəyərlərə sadiq qalaraq ehtiyacı olan insanlara yardım etməyə davam edir.